Salam, hər vaxtınız xeyir olsun. Bugün fonetikadan səhvlər üzərində iş olacaq, yəni səhv suallarının izahını verəcəm. Hansı sözlərdə iki açıq sayt vardır? Layihə sözündə səs dəyişimi yoxdur, yəni iki açıq sayt var, biri götürərəm. Mərdaltı sözündə üç açıq sayt olduğuna görə o səbəbdən ikini götürmərəm. Yaşayan sözü tələffüz zamanı yaşayan deyə ifadə olunduğuna görə A və A2 açıq sayt var, 3-ü götürərəm. Zəhmətkeş sözündə 3 açıq sayt var deyə 4-ü götürmərəm. Bağçaya sözü bağçaya deyə ifadə olunur. O səbəbdən ki, biz bilirik ki, əgər sözün sonu açıq saytla bitərsə və həmin sözlərə yönlük hal şəkilçisi əlavə olunarsa, o zaman söz kökündəki açıq sayt qapalı sayta çevrilir. O səbəbdən 5-i də götürərəm. Təəccüb sözündə isə biz bilirik ki, əgər sözün tərkibində eyni cinsli qoşa sayt işlənibsə, tələffüz zamanı həmin qoşa saytlardan biri düşər, digəri isə uzun tələffüz olunur. O səbəbdən bir dənə açıq sayt var. Bizim cavabımız olacaq 1, 3 və 5. Keçirik 110-cu suala. Eylervin diaqramına əsasən qapı sözündəki saytlərlə bağlı doğru fikirləri müəyyən edin. Gəlin diqqət edək. A, birinci sayt və ikinci sayt. Qalındır, qalındır fikir əslində doğrudur, amma ikinci saytıdır, yəni I saytına da aid olduğuna görə biz bunu ortaq məqam kimi götürə bilərdik. Yəni bir ortaq məqam kimi götürərdik. O səbəbdən bir yanlışdır. Biz yalnız A saytına aid olan məqamları seçməliyik və yaxud da yalnız I saytına aid olan məqamları seçməliyik. Onların altında yerləşən fikirlərə əsasən. Açıq saytdır, bəli. A saytı yalnız açıqdır, yəni onun özünə xas xüsusiyyətidir. I saytı qapalıdır, bəli. Yəni I saytına aid olan xüsusiyyətdir. Uzun tələffüz olunur, fikir yanlışdır. Dodaqlanmayandır, bəli. Bunların hər ikisinin ortaq məqamıdır. Olacaq cavabımız 2, 3 və 4. Keçirik 109-cu suala. Hansı bəndlərdəki sözlərdə K-yı qığı əvəzləməsi baş verir? Diqqət edin, şərik alınma, şəfəq alınmadır. Deməli, biz bunları çıxırıqsa yerdə nə qalır? 2 və 4 qalır. Yəni, işığın, işığımız, işığa, gəlməyin, gəlməyimiz, gəlməyiniz deyə ifadə olunur. 108-ci sual. Hansı sözlərdə hecalardan ikisi iki şəkilçidən ibarətdir? Yəni, hecaları ayıracaq və bir hecanın tərkibində iki şəkilçinin işləndiyini görəcəyik. Burulğan burada yoxdur. Doğmalaşdılar. Paylandı. Qoşulsun. Salamlaşdıq. Diqqət edin. D burada bir şəkilçidir, Q isə şəxs sonluğudur. Yəni ki, D zaman şəkilçisidir, I isə şəxs sonluğudur. Cavabımız olacaq E variantı. Amma hər iki şəkilçi bir hecada yerləşibdir. Vurğusu ikinci hecaya düşən sözləri müəyyən edin. Novruzgülü dilimizdəki mürəkkəb sözlər var ki, bitişik yazılan. Yəni ki, iki sözün birləşimindən yaranan mürəkkəb sözlər də əsasən vurğu sonuncu hecaya düşür. Diqqət etsək, 1, 2, 3, 4-cü hecaya düşüb, 1 uyğun deyil. Fikrimcə sözündə burada C qoşmadır və qoşma mövqeyində çıxış edə bilər modal sözdə. Amma bu cür verilibsə, deməli C burada qoşmadır və vurğu C-dən, yəni qoşmadan bir heca əvvələ düşəcək, yəni 2-yə düşür. Sənətçi sözündə dedik ki, ötən dəfə əsasən leksik şəkilçilərin əksəriyyəti vurğu qəbul edir. Ona görə vurğu burada 3-dədir, 3-ü götürmərəm. Tumurcuq sözündə vurğu sondadır, ona görə 4-ü götürmərəm. Ürəklə demişdik ki, lalə, casına ən şəkilçilərə vurğu qəbul etməyən leksik şəkilçilərdir. Hər zaman da vurğu özlərindən bir heca əvvələ düşür, yəni ürəklə, yəni ikinci hecaya düşdü. Cavabımız olacaq A. Keçirik 106-cı suala. Sözlərdən birinin ilk hecasındakı sait uzun tələffüz olunur, vurğu ikinci hecaya düşür. Xaincəsinə, diqqət edin, AI hərf birləşməsi varsa nə baş verəcək burada? Y saiti, samiti daxil olacaq, samit səsi daxil olacaq sözə. Amma uzanma da varmı? Təbii ki də var. Həmçinin vurğu uzanır, amma vurğu in-in üzərinə düşür. Çünki casına, ca, ən və la şəkilçiləri vurğu qəbul etmir və vurğu özlərindən bir heca əvvələ düşdü. O səbəbdən variant olar burada A variantı. Məcburən, fauna, məlumat, vurğu ikinci hecə, məlumat sözünə bura düşür. Məcburən sözünə məcbur bura düşür, amma məcburən. Diqqət edək, burada elə məqam yoxdur. Yəni, bizim cavabımız burada olacaq A variantı. Nöqtələrin yerinə hansı ifadələr yazılsa, yaranan cümlənin tərkibində kar samit olmaz. Aha, deməli, nöqtələrin yerinə hansı ifadələr yazılsa. Deməli, biz görürük ki, ərik sözündə K, yəni kar samitdir. Elə bir söz və ya şəkilci əlavə etməliyik ki, K, Y-ya, yəni cingiltili olsun.
Ərik iridir deyə bilərikmi? Bəli, hər birisi də qeyd olunan sözüdür, hər birisi cingiltlidir. Ona görə bir uyğun gəlir. Ərik aldıq deyəndə k-ya çevrilir, amma aldıq sözündəki q-ya çevriləcək deyə 3-ü götürmərik. Əzik ola bilər. Burada əzik ola bilər. Diqqət edin. Artıq biz bunu götürə bilərik 1 ilə 2-ni. İrili, xırdalı var deyə artıq 4-ü də götürmərik. Deməli bizim cavabımız olacaq 1 və 2. Keçirəm 104-cü suala. Tərkibindəki kar samitlərin sayı çox olan sözləri müəyyən edin. Kar samit. Tok, diqqət edək. Tok, qa. 2 kar samit 1-i götürərəm. İxtira, burada yoxdur. Simiç sözü demişdik ki, sözün sonu bıdıcıcı samitlər ilə bitərsə, o zaman özlərinin kar qarşılığına çevrilərlər. 3-ü götürərəm. Bəli, 3-ü götürərəm. Deməli, 1-i götürərəm, 3-ü götürərəm. Ustadan sözündə s-tı, f-tı, ş-tı hərf birləşimlərində t-dıya çevrilirdi. Ustadan oldu. Ona görə burada kar samit az oldu. Kobud sözün sonu bıdıcıcı samiti ilə bitəndə nə baş verirdi? Öz kar hissə qarşılıqlarına keçirdilər. Yəni, kobud deyə ifadə olunur. 5-i götürərəm, doşap, p olar. Deməli, burada nə oldu? 1 oldu, 3 oldu və 6 oldu. 1, 3, 6, 1, 3, 5, 6. Aha, variantımız olur C variantı. 103-cü sual. Son 3 səsinin tələffüzü eyni olan sözləri müəyyən edin. Son 3 səsinin tələffüzü. Deməli, bizdən şəkilci qismini deyir. Yəni, aramla, tufanla, dayanmadan, diqqət edək, qarşıdan, dan olduğu kimi qalır. Yollarla, ladan əvvəl samitlə bitib deyə, yollarla deyə ifadə olunar. Tufandan deyə ifadə olunar. 2-ni 5-i götürərəm. Qarşıda l-dan əvvəl sayıdır deyə buna baxmayacağım. Aramla deyə ifadə oluna bilər. Deməli, 2, 4, 5. Hanı cavabımız olacaq? D variantı. Deməli, baxırıq 102-ci suala. Hansı sözlərin yalnız ilk hecasının tərkibindəki açıq, qalın, yalnız ilk hecasının tərkibində açıq, qalın və dodaqlanmayan sayt var? Aqranom. Diqqət edək. Digər hecada da açıq, qalın, dodaqlanmayan oldu. Amonim. Deməli, amonim yoxdur burada. Ona görə 2-ni götürərəm. Alqaritm. Diqqət eləyək. Burada ikinci hecada da açıq, qalın, dodaqlanmayan var. Ona görə 3-ü götürmərəm. Orbit sözü arbit kimdə ifadə oluna bilir. Arbit. O səbəbdən 4-ü də götürərəm. Mavzaley deyə ifadə olunur. Ona görə 5-i götürmərəm. Obyektiv deyə ifadə olunur. Deməli, 2, 4, 6 bizim doğru variantımızdır. Keçirik 101-ci suala. Klasları tamamlaya bilən fikirləri müəyyən edin. Bütün saytləri eyni xüsusiyyətə malik olan sözlərdir. Diqqət etsək, E və Ə saytləri hər ikisi bütün xüsusiyyətə malik olan saytlərdir. Yəni ki, incədirlər, dodaqlanmayandılar, açıqdılar. 3 təsnifatın 3-ünü də öz üzərində daşıyan 2 qoşa saytdır. Mənşə, diqqət edin, Ə. Elə E ilə Əyə baxacam bütün sözlərdə. Elə 1-i götürərəm, çünki E və Ə var. 2-ni də götürürəm, çünki E və Ə var və əliyyətən yenə də E, Ə var, 4-ü götürürəm, İ var deyə götürmürəm, I var deyə götürmürəm. Nə qaldı? 1, 2 və 4 variantım olardı. Baxıram 100-cü suala. Ahəng qanunu kökündəki son hecaya görə pozulan sözləri müəyyən edin. Gəlin diqqət edək. Deyir ki, ahəng qanunu kökündəki son hecaya görə kökünə baxacaq sözlərin. Qanun sözün kökü də i leksikdir. Amma leksik şəkilçidə ahəng qanunu pozulub deyib, biz bunu götürməyəcəyik. Paralel sözü sadə sözdür. Burada sonuncu hecaya görə, yəni E-yə görə, sayda görə pozulubdur sözün kökündəki ahəng qanununa əsasən pozulma. Summativ sözündə diqqət edək, U, A uyğun gəlir ahəng qanununa. Amma tip burada nədir? Artıq ahəng qanunu pozur. Yəni 2-ni 3-ü götürərəm. Veteran sözündə E ahəng qanuna uyğun gəlir, amma A hissəciyində artıq nə edir? Pozur. Deməli 2, 3, 4. Toponim, diqqət edin, O, A. Hər ikisi ahəng qanuna uyğundur, amma I hissəciyinə görə artıq nə baş verəcək? Ahəng qanunu pozulacaq. Deməli nə baş verir burada? 2, 3, 4 və 5. 2, 3, 4, 5 A variantı olacaq. Tələbkar şəkilçi qismindədir. Narahat. Burada artıq nə var? Ahəng qanununa uyğunluq var. O səbəbdən variantımız olacaq A variantı. Keçirik 96-cı sualımıza. Baxırıq 96 suala.
Deməli, nə deyir? Deyir, sətirdən sətrə keçirmək üçün hecalar düzgün ayrılmamış sözləri müəyyən edin. Gəlin diqqət edək. Ümumiyyətlə, burada sətirdən sətrə ortada defis işarəsi olmalıydı. Bədii sözündə bədii, diqqət edin. Artıq burada i tək qalıbsa, sözün sonunda qaldığı üçün uyğun deyil. Ona görə mən 1-i götürərəm. Ana sözdə ilə uyğun deyil. 1-4. Dağıstan uyğundur. Dialoq. Burada deyəcəksiniz aniyən, bəs belədir. Ya sözün sətirdən sətrə keçiriləndə ya dia belə ifadə olunacaq. Log. Diqqət edək. Yəni ortada tək qalıbdır. Kənarda, yəni küncdə bucaqda qalmayıb. Diqqət edin. A başda qalıbdır. Burada isə sonda qalıb. O səbəbdən 1-lə 4-ü götürürəm. Diaqramda isə hansı tərəfə etsəm, yenə A 1-inə qoşulacaq. Yəni bir hecaya qoşulduğu üçün qıraqda qalmır, tək qalmır. O səbəbdən 5 uyğun doğrudur. Diaqram sözdə həmçinin diaqram deyə ifadə oluna bilərdi, amma yenə də A tək qalmır. Kitablarımız bu da doğrudur. Yenə qalacaq 1 və 4 cavab olacaqdır. Sonra 93-cü sualımız 93. Vurğunun yerini dəyişməklə mənası dəyişən sözləri müəyyən edin. Elə A variantıdır burada. Niyə? Alın, bir də var alın. Siz alın deyə ifadə oluna bilər. Bir də var alın, bir də var alın, insan alın. Bir var qovurma, liksi şəkilçi mövqeyində, bir də var qovurma, inkarda olanda vurğa əvvələ düşür. Bir var dimdik, çoxaltma dərəcəsində mıpırısı burada olacaq. Bir də var dimdik. Dimdik. Çoxalma dərəcəsində vurğu əvvələ düşəcək, amma dimdik sadə söz onun vurğu sonda olacaq. Ona görə elə A variantıdır cavabımız. Deyəcəksiniz, niyə digər variantlar deyil? Biri var gəlin, biri var gəlin. Sarı sözünə görə götürə bilməyəcəm. Sarı sözü hər iki məqamda amonimdir. Sonra qarı sözünə görə hər iki məqamda amonimdir. Sonra dəyirman sözü amonim ola bilmir və yaxud da mənası vurğusuna görə mənası dəyişə bilən sözlərdən deyil. Dərindir, əlcəkdir, eyni məqamda həmçinin vurğusuna görə mənası dəyişə bilən sözlərdən deyil. Sonra keçirik 90-cı suala. Biri fərqli vurğuya malikdir. Diqqət etsək, yazsalar biz ötən dəfə qeyd etmişdik ki, larlar şəkilsi nə zaman fiilləri qoşulanda vurğu qəbul edə bilər? Şərt şəklinə qoşulanda, şuhudi keçmiş zamana qoşulanda və əmr şəklinə qoşulanda. Diqqət edin, vurğu burada qəbul edəcək. Çünki sözün kökü yazdı. Sasə burada şərt şəkilçisidir. Diqqət edin. Çünki birbaşa olaraq sözün başlanğıc formasına qoşulub, ona görə də larla vurğunu qəbul edir. Diqqət edək, yazırlar. Zamandadır, ona görə lar vurğunu qəbul etməyəcək, ıra düşəcək, yazıblar, keçmiş zamandadır. Yazalar, arzu şəklindədir, yazmazlar. Hər birisində vurğu lardan əvvəl düşür, amma fərqli olan A variantındadır. Sonra baxaq hansındadır bizim səhvimiz. Zəhmət olmasa gözləyin görək. Deməli, 78-ci suala baxacağıq. Hansı cərgədəki sözlərdə yalnız kar samitlər var? Gəlin diqqət edək. Məsələn, n-lar kar qarşılığı olmayan samitləri tapsaq, biz lazım olanı tapacağıq. Sonra r var burada. Hər birisini sildim. Nə qaldı əlimdə? Elə b variantı qaldı. Çıxış, pətə, həsəd, d var deyəcəksiniz, amma d t-ya çevriləcək. Çünki sözün sonu b, d, gecə samiti ilə bitirsə, o zaman öz kar qarşılıqlarına çevriləcəklər. Yəni cavabımız olur b variantı. 78-66-ya baxacağıq. 78-66. 66. Hansı sözdə xışdırıq səsi var? Yəni i səsi var. Gəlin diqqət edək. Elə ölpək sözü A variantıdır. İnikas elə inikas kimi qalacaq. Şərikimizdə k olduğu kimi qalır. Çərpələnk c-yə çevrilir. Tək tük. Ötən dəfə demişdim, dilimizdə bəzi tək hecalı sözlər var ki, olduğu kimi tələffüz olunur. Tək, tük, yəni burada heç bir dəyişim yoxdur. Ölpək söz isə xışdırığa çevriləcək, yəni i hissəsinə çevriləcək. Cavab olacaq A. Sonra keçirik 62-ci suala. Hansı sözdə c samitdən kar qarşılığı var? C-nin kar qarşılığı nədir? K-dır. Haradadır? K. Kassadır burada. Ləçəkdir, xışdırıqdır. Çəkic, diqqət edin, k olduğu kimi qalıb sözün ortasında gəlib və yanında samit yoxdur. Biz demişdik ki, incə sayılar əhatəsində və özündən sonra samit gələrsə, o zaman xışdırığa çevrilir. Amma diqqət edin, çəkic sözündə özündən sonra bir samit gəlmiş olsaydı, o zaman xışdırığa çevrilərdi. Amma diqqət edirik ki, k tək işlənibdir. Ona görə variantımız olar B variantı. Sonra növbəti səhvimiz 59-dadır.
Deyir, cingiltili samitlə başlayıb cingiltili samitlə bitən sözlər cərgəsini müəyyən edin. Qız, rını, qız. A variantıdır. Digərləri külünk, gököyə çevrilir. Kitab, barmaq, sonra qasid, yaylaq getdi hər birisi. Variant qaldı A. Sonra 26-ya baxacağıq. Aha. 26. Aha. Sondakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyən edin. Nə olar? Qəlb olar, sənət olar. Variant olar D. Sonra 8-ci sual. Saytla başlanan şəkilçi artırdıqda Q-yu əvəzləməsi baş vermir. Ensiklopedik B variant olacaq. Daş kəsəyə Q-yu əvəzləməsi baş verər. İndi kürəyə Q-yu. Diriyə Q-yu olar. Dirsəyə Q-yu olacaq. Variant qalacaq B variantı. Bu günlük izahım bu qədər. İnşallah gəlin izahlara dək.